Qənd və şəkər gündəlik qidalanmada ən çox istifadə edilən məhsullardandır. Ancaq mütəxəssislər xəbərdarlıq edirlər ki, bazarda satılan bəzi qəndlər tərkibinə qatılan kimyəvi maddələr səbəbindən sağlamlıq üçün ciddi təhlükə yarada bilər. Bəzən keyfiyyətsiz məhsullar dəyərindən daha baha satılır. İstehlakçılar isə məhsulun tərkibini yoxlamaq imkanına malik deyil. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin son illər apardığı monitorinqləri də göstərir ki, bəzi brendlərin məhsulları istehlaka yararsızdır. Məsələ ilə bağlı Yeni Sabaha danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri və sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, hazırda qənd, şəkər dünyada 3 ağ zəhərdəni biri hesab edilir. Onun fikrincə, belə yanaşma əsasən doğrudur. Bu, tamamilə yanlışdır deməzdim, amma gündəlik istifadə edilən məhsullar olduğu üçün ən çox saxtalaşdırılan məhsullardan biridir. Onların ağardılması, bəzən gec əriməsi üçün, görünüşünün daha cəlbedici olması üçün müxtəlif kimyəli maddələrdən istifadə edilir ki, bu da orqanizm üçün ciddi fəsadlar yaradır. Ancaq keyfiyyətli, təbii olanı orqanizm üçün müəyyən miqdarda lazımdır. Qadınlar gündə 20, kişilər isə 35 qrama yaxın şəkər qəbul etməlidirlər. Bugün qəndlərdə bir çox problemlər ortaya çıxır. Çünki keyfiyyətli qənd istehsal edən çox az sayda yerli istehsal müəssisələri var. Hüseynova bildirib ki, keyfiyyətli və keyfiyyətsiz qənd arasında qiymət fərqi çox azdır. Hətta bəzən hallarda keyfiyyətsiz məhsullar daha baha satılır. Mütəxəssis bildirib ki, bu daha dədə sahədə araşdırma aparıblar. Nəticədə keyfiyyətli və keyfiyyətsiz qəndlər arasında çox az qiymət fərqinin olduğunu görüblər. Hətta bəzən keyfiyyətsiz qəndlər daha baha satılır. Ona görə də istehlakçılar mütləq şəkildə keyfiyyətsiz qəndi seçməyi bacarmalıdırlar. Keyfiyyətli qəndlər mükəmməl dadı, şirinliyi, kristal kimi görünüşü ilə fərqlənirlər, həmçinin məsaməli görünüşü ilə digərlərindən seçilirlər. Saxta şəkildə ağardılan kimyəvi maddələrdən istifadə olunan qəndlərdə məsamə olmur. Ağzıda dərmana bənzər dad verir, acılıq olur. Aidiyyatı qurum Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi AQT qəndlərlə bağlı monitorinq aparmış və istehlaka yararsız brendlərin adlarını rəsmi saytlarında açıqlamışdı. Həmin qəndlər satışdan yığışdırılmışdı. Hesab edirəm ki, bu tip monitorinqlər mütəmadi olaraq aparılmalıdır. Çünki bu kimi maddələr birdən-birə orqanizmə zərər verməsə də, davamlı istehlak etdikdə qaraciyər və böyrəyin funksiyasını pozmaqla yanaşı bir sürə xəstəliklərin də yaranmasına səbəb olur.